Qaba tut Murad, əlini qaba tut, qoy qaba dağılsın lobyalar. Bura, 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 bura. Bax baba necə eləyir? Yenə dağıtdım. Salam, kanalımın dəyərli izləyiciləri, yeni vloguma xoş gəlmişsiniz. Necəsiz? Hə, qızlar, qaynatan burada Muradla qurumuş lobyaları təmizlədilər, qışa tədarük. Onları götürdüm, qabıqlarını yığım, biraz balkonu səliqəyə salım. Ondan sonra istəyirəm ki, marketə gedim, bəzi şeylər bitib, ona görə. Qoymuşuq gündə qurumağa. Qurusun, qışda istifadə edərik. Dənəli aş bişirəndə, sup zad bişirəndə, tökəndə yaxşı olur. Qızlar, bu pandalı dondurma çox dadlıdır. Yəni qiymətinə görə 30 qəpikdir. Elə bil ki, plon bir dondurmanın dadındadır eynən. Çox qəşəngdir, sərfəlidir. Həm də dadı da yaxşıdır. Digər götürdüyüm isə 60 qəpikdir. Ondan 3 dənə. Ay sağ ol. Xanımlar, belə saxlama qablar idi marketdə. Qiyməti 5 manat. Çox gözəldir meyvə tərəvəz üçün. Bu dondurmalar çox qəşəng dondurmalar. Ümumi aldıqlarıma 25 manat ödəniş elədim. Pulumun artığı da qalmışdı, cibim yox idi deyə qoymuşam çaşkanın içinə. Bu çaşkalar qəşəngdir. Ümumiyyətlə mən çaşka çox sevirəm. Hardasa gördüm, bəyəndiyim olsa görə heç mən alam. Rəngarəng çaşkaları çox sevirəm.
Bu vloqumda qarışıqdır. 2-3 gün ərzində çəkdiklərimdir. Yenə hər zaman olduğu kimi. Bu gün istəyirəm mətbəxi təmizləyəm. Ən birinci, ilk öncə xalçamı çıxarmaq istəyirəm. Çünki xalçam çirklidir. Uşaqlı evlərdə bilirsiniz də xalçalar ümumiyyətlə tez batır. Bizdə də maşallah 3 dənə uşaq. Yeyirlər, nələrsə tökülür, xalça pis günə qalır. Örtdüyün təzə yumuşam, ona görə yumağa ehtiyac yoxdur. İndi xalçanı qəşəng çıxardaram, yuyaram, sonra polunu silərəm. Kukla möbilinin içində təzə təmizləmişəm, ehtiyac yoxdur, çöldən silərəm. Bir də elə bir ki, pollarını təmizləyəcəm, xalçanı yuyacam, belə bu qədər. Bu otağımdakı xalçadır. Mətbəxin xalçasını da çıxartmışam. Bunu yuyandan sonra keçəcəm digər mətbəxdə olan xalçanı yumağa. Hər ikisini yəni bugün yuyacam. Xanımlar, çəkmədən istifadə elədim. Çünki mənim ayağımda varikoz var. Sərin su dəyəndə çox incidir sonradan. Ona görə öncədən öz tədarükümü görmüşəm. Çəkmə geymişəm ki, ayaqlarım çox yaş olmasın. Ona görə bu şəkildəyəm. Yəni deyirsiniz ki, bu qız niyə çəkmənlə gəzir? Ona görə açıqlama vermək istədim. Anlattılar bir işte babamsın ekmeği. Dayılar orada soğukta oturar. Evet ha. Orada orada. Baba. Niye? Ben onu söyleyeceğim. Onu da bana. Köməkçim gəlib mənə kömək eləməyə. Yoruldun? Ay Murad. Yo.
Xalçaları qoydum. Xalçaları qoyarıq bunun üstünə. Suyu çəkiləndən sonra başqa yerə sərəcəm, quruyacaq. Qızlar, indi bu xalçamı sərdim. Digər xalçanı qoyduq orada. Onun suyu çəkilsin. İndi ki bunu yuyacam. Hər il bura klonka sərirdim. Sonra xalçaları yuyurdum. Bu illəri klonka yox idi deyə belə köynə bir dənə palaz atdım. O da elə bu xalçanın tam razmeri oldu da. Bunun arxasında qaldı belə. Belə. Yudum bitirdim, yığdım. Qəşəng su biraz da çəkirəm ki, yaxşı təmizlənsin. Yoldaşım gələr kömək eləyər. Qoyarıq bura. Artıq hava qaralır. Bütün yer su olub. Xanımlar, mətbəxin xalçasını yumuşam, yeni xalçanı qoymuşam burada. İndi polunu silib süpürəndən sonra hörümçək də maşallah olsun hər 2 gündən bir hörümçəkdir. İstəyirəm ki, buraları da təmizləyim, süpürgə rahatdır mənə. Ona görə süpürgələ iş görəcəm, elə polu da süpürgələ süpürəcəm. İndi hörümçəkləri vurum, sonra quruyandan sonra digər təzə xalçamı sərəcəm bura. Örtüyü təzə yumuşam, ona görə örtüyüm təzədir. Yumuyacam daha.
Buranı da qəşəng təmizlədim. Moykanın alt hissəsidir. Burada dərmanları qoyuram. Paltar yansın, qab yumağa, belə artıq əlavə nələrsə alırıqsa bu şkafa düzürəm ki, əlimin altında olsun. Buranın klonkası köynəlmişdi. Yenidən kəsdim. Bura təzə klonka qoydum. Mətbəxim üçün stolun üzərinə alanda klonka artıq almışdım. Yaxşı oldu ki, elə bura dəyərləndirdim. İndi bu dərmanları qəşəngcə düzərəm bura. Qoyuram bura. Bunlar da əlavə setkadır, maçalkadır, sonra stol üstü silməyə trapkadır. Onları da qoyuram bura. Körpü olanda şkaflarda qabları tökürdü. Belə bir halqaları almışdım, keçirirdim ki, şkafın ağızları açılmırdı da. Yəni halqanı basırdın düyməsini, sonra açılırdı. İndi daha ehtiyac yoxdur. Murad böyüyüb maşallah. Dayı deyəndə eləmə, eləmir. Burada bəziləri qopub, izləri qalıb. İstəyirəm ki, onları da qəşəng sürtüm. Görüm, apara biləcəm dərmanla. Bir dənəsi salamat qalıb. Digər bu tərəfdə olan da bu da qırılıb, izi qalıb. İndi qəşəng həm kuknamevin içərisini təzə təmizləmişəm, qabları falan. Ona görə içini silməyə ehtiyac yoxdur. İstəyirəm çöldən silim. Paltaryonum da 16 ilin paltaryanıdır. Artıq paslanıb, bəzi yerləri köynəlib. Hələ ki aparır məni. Hara qədər gedər. Dərmanla sürdüm, görüm gedər. Deyəsən gedir. Biraz qalıb burada. Getdi, bir damcı izi qalıb.
Əziz izləyicilərim, bu tərz vloqları bəyənirsinizsə, kanalıma abunə olub mənə dəstək olsa çox sevinərəm. Bu günlük bu qədər. Gələn vloqlarda görüşmək ümidi ilə. Hələlik.